Hamıya salam dostlar. Bugün sizə 6-cı sinifin riyaziyyat kitabında səhifə 26-da 4-cü tapşırığa qədər sizə cavabları deyəcəm. Demək, birincidə deyir ki, boş xanalara uyğun ədədləri müəyyən et. A-da 5, B-də 2, C-də 5, D-də 3, E-də isə 5 olacaq. Deməli, 2-də müəyyən edin, yəni müqayisə edin. A-da əlbəttə ki, 216, 625. Hansı daha böyükdür? Əlbəttə ki, 625. Deməli, B-də 81, 81. Hansı daha böyükdür? Bərabərdir. C-də 625, 625. Hansı daha böyükdür? Bərabərdir. D-də 1000, 1000 yoxsa 961. Əlbəttə ki, 1000 daha böyükdür. E-də 128 yoxsa 343. Hansı daha böyükdür? Əlbəttə 343. F-də 512 böyükdür yoxsa 2729. Əlbəttə ki, 729. Üzrü sayın çaşmışam. Deməli, 3-cü tapşırığımızda deməli olacaq. Boş xanalara uyğun ədədləri tapın. Birdə, yəni A-da olacaq 5, B-də olacaq 6, C-də olacaq 7. Və 4-cü və axırıncı tapşırığımızdır bu 4. Deməli, burada deyir ki, ifadənin qiymətini tap. Deməli, A-da olacaq 144, B-də olacaq 80, C-də olacaq 297, D-də olacaq 318, E-də olacaq 71, F-də olacaq 17, G-də olacaq 4, H-də olacaq 7,5. Tapşırıqlarımız bu qədər idi. Sağ olun dostlar. Gələn dəfə görüşərik.